İranlı insan haqları fəalı və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədin harda saxlanması və sağlıq durumu barədə xəbər yoxdur. Bu haqda onun həbsindən 4 gün sonra, dekabrın 16-sında qardaşı və vəkili bildirib. Nərgiz Məhəmmədi və daha 38 nəfər dekabrın 12-sində saxlanıblar. Onlar İranlı hüquqşünas və insan haqları müdafiəçisi Xosrov Ali Kürdünün anım mərasiminə yığışmışdılar və onun ölüm şəraitini tənqid etdikdən sonra saxlandıqları deyilir. Bir neçə gün sonra bacım Nərgiz İrandakı qardaşımla danışa bilib və vəziyyəti çox pis idi. Fiziki hücuma məruz qalmışdı. Əvvəlcə bilmirdik, amma sonra təsdiqləndi ki, polis dəyənəklə onun üzünə, başına və boynuna zərbələr vurub. Boynunda və üzündə izlər var. Həmid Məhəmmədi mətbuat konfransındakı çıxışı zamanı deyib ki, bacısının özəl tibb müəssisəsində müayinədən keçməsinə izin verilmir. Qardaşım İran hakimiyyətini razı salmağa çalışıb ki, müstəqil bir həkim Nərgizin müayinə etsin. Kompüter tomoqrafiyası və ya digər lazımi tibbi yoxlamalar aparılsın. Başında və ya digər nahiyələrində daxili qanaxma olmadığına əmin olsunlar. Lakin hələ də buna icazə verilməyib. İndiyə qədər onun sağlamlığı barədə çox az məlumatımız var və onun saxlanması anı hazırki vəziyyəti haqqında ətraflı və dəqiq bilgi ala bilmirik. Nərgiz Məhəmmədinin fondunun saiti bildirir ki, Nərgiz Məhəmmədi saxlanandan sonra İsrail hökuməti ilə əməkdaşlıqda suçlandığını bildirib. O, insan haqları fəalı, jurnalist, yazıçı və İranlı qadın olduğu üçün cəza çəkir. Onun dərhal azad olunmasını tələb edirik. Təxminən 1 il əvvəl onun şərti azadlığı ilə bir qədər rahatlamışdıq. Onun yenidən həbs olunacağından qorxurduq. Çünki onların taktikalarını bilirik. İndi o həmkarları ilə birlikdə yenidən həbs olunub. Onların dərhal azad edilməsini tələb edirik. O həbsdə bir dəqiqədə qalmamalıdır, dərhal azad olunmalıdır. Onun həbs olunması çox ciddi məsələdir. Nərgiz Məhəmmədi 2023-cü ildə İranda qadınların əsarətdə saxlanmasına qarşı mübarizəyə, insan hüquqları və hamıya azadlıq fəaliyyətinə görə Nobel sülh mükafatı alıb. Daha öncə də həbsdə olan Nərgiz Məhəmmədi 2024-cü ilin dekabrında səhhətindəki problemlərlə əlaqədar həbsdə müvəqqəti olaraq azad edilmişdi. O, İranda ölüm cəzasına və məcburi hicaba qarşı apardığı kampaniya ilə bağlı 2021-ci ilin noyabrından müxtəlif ittihamlarla həbsdə saxlanırdı. Tərəfdarlarının dediyinə görə o həbsdə olarkən bir neçə dəfə ürək tutması keçirmiş və 2022-ci ildə təcili əməliyyat olunmuşdu. Biz artıq kifayət qədər sübut olduğunu düşünürük və bu, Roma statutunun 15-ci maddəsinə əsasən insanlığa qarşı cinayətdir. 2022-ci ilin sentyabrından bəri baş verənlər sistematik və geniş yayılmış təzyiqlər, öldürülən etirazçılar, həbs olunan vəkillər və bəzən onların öldürülməsi Beynəlxalq Cinayət Məhkəməsində araşdırma başlanmasını zəruri eləyir. Gələn günlərdə biz vəkillər, jurnalistlər və insan haqları fəalları ilə birlikdə rəsmi olaraq bu məlumatı prokurora təqdim edəcəyik. Bu bir məhkəmə hesabatına bərabərdir. Biz bunu təvazökar, amma qətiyyətli şəkildə deyirik. İran İslam Respublikası cavabdeh tutulacaq. Öldürülən vəkillərə, həbs olunan jurnalistlərə və həmçinin Nərgiz Məhəmmədi ilə onun həmkarlarına görə. Beynəlxalq ictimaiyyət onların taleyinə diqqət yetirməlidir. Radio Fərda Nərgiz Məhəmmədi ilə bağlı saxlananlar arasında hüquq müdafiəçiləri və fəalların olduğunu, hamısının həbsə göndərildiyini xəbər verir. Prokurorluq onların kütlənin ictimai asayişin pozulmasına təhrik edən təxribatçı bəyanatlar səsləndirdiyini iddia eləyib.